Qafqaz Universitetində Azərbaycan dili və ədəbiyyatı, Türk dili və ədəbiyyatı və Türkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüş keçirilib. Görüşün əsas məqsədi tələbələrin mütaliə vərdişlərini inkişaf etdirmək, bədii ədəbiyyata marağını artırmaq və bu vasitə ilə gənclərin ümumi dünya görüşü, intellektual səviyyəsinin yüksəlməsinə nail olmaqdır. Universitetin rektoru Ahmet Sanic, Azərbaycan ədəbiyyatının zənginləşməsində Anarın mühüm rol olduğunu vurğuladı və yaradıcılığının müxtəlif məqamlarına toxundu. Bildirdi ki, Anarın əsərləri təkcə Azərbaycanda deyil, Türkiyə və Avropa ölkələrində də maraqla qarşılanır. Xalq yazıçısı Anar çıxışında müasir dünyada təhsilin mühüm rolundan danışdı. O, ali təhsil müəssisələrində müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasının əhəmiyyətini qeyd etdi. Xalq yazıçısı tələbələrə yaradıcılığı haqqında söhbət açdı. Tədbirdə Anarın roman və hekayələri ilə bağlı müzakirələr aparıldı. Qonaq ona ünvanlanan çoxsaylı sualları cavablandırdı. O, tələbələrə mütaliənin əhəmiyyətindən danışdı. Çox oxumağı məsləhət gördü. Ramin Qurban, Sənan Cumayev, Günel Qasımova, xəbərlər.